Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim ki, sizə bu haqda danışıb məlumat vermək. Toyuqlarda soyuq aylarına gələndə, yəni qış aylarında nə etmək lazımdır ki, yəni bu noyabr, dekabr, yanvar, fevralda toyuqlar yaxşı yumurtasın. O haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, bilirsiniz ki, bu soyuq aylara keçəndə toyuqlar yaxşı yumurtamırlar. Yumurtadan kəsilirlər. Onların yaxşı yumurtamağı üçün nə etmək lazımdır? Qış aylara keçəndə həm hava soyuyur, həm gün azalır, yəni çox tez qaralır hava, çox yatırlar, az gəzirlər, həmçinin ot zad olmur, vitaminli yemlər zad tapanmırlar, gəzmirlər, eləmirlər çox vaxtı, yəni soyuq olur, plus o enerjisi hamısı soyuğa gedir və başlayırlar yumurtadan kəsilməyə. Əgər siz toyuqların yaxşı yumurtamağını istəyirsinizsə, nə etməlisiniz? Birinci növbədə onların damında şıx lambuşka olmalıdır, şıx yanmalıdır və o şıx da deməli toyuqlar 8 saat yatmalıdırlar. Misal üçün saat 5-dən 6-dan sonra hava qaraldı, o şığı taxısınız saat məsələn 10-a 11-ə kimi. 10-da 11-də o şığı keçirdiniz, səhərə kimi yanlı qalmır. Çünki bu toyuqlarda aqressiya yaradır, bir-birinlə dalaşırlar. Ondan sonra tüklərini başlayırlar yeməyə və s. Yəni həmçində yumurtasına da təsir eləyir. Ona görə toyuqlara istirahət lazımdır. 8 saat yatmalıdırlar. İndi sizdə misal üçün də havaya baxsınız, 7-də hava ağarır, 8-də hava ağarır. Misal üçün 8-də hava ağarırsa, yəni gün olursa, açılırsa səhər, onda siz 12-də keçməlisiniz ki, 8-ə kimi onlar yatıb istirahət eləsinlər. Məsəl üçün 7-də hava işıqlaşırsa 11-də keçməlidir. Yəni 8 saat onlar dincəlməlidir. Birinci şey budur. İkinci, onların yerləri əziz izləyicilər 15 dərəcədən aşağı olmamalıdır. Bir termometr alsın, termometr bir çox mağazinlərdə, hətta ərzaq mağazinlərində də tapmaq olar. O dama alıb vurursunuz və baxırsınız ki, damın istiliyi neçədir. Yəni 15 dərəcədən aşağı düşəndə 13-12 zat toyuqlar çox vaxtı kəsilir. İndi müəyyən abunəçilər deyə bilər ki, bizdə məsələn 10 dərəcə soyuq olanda toyuqlar yumurtlayır. Ola bilər, ancaq ki, çox vaxtı belə deyək də kəsilirlər yumurtadan. Ona görə 15 dərəcədən yerləri olmalı deyil, soyuq olmalı deyil. Ondan sonra əziz izləyicilər və keçirik yemlərinə. Yemlərini siz onların qəşəng güclü verirsiniz. Misal üçün tək buğda yox da, buğda, qarğadalı, arpa bunları qatsız bir-birinə, misal üçün 50% buğdadırsa 25%, 30% qarğadalı, 20% də arpa qatıb verirsiniz ki, vitamin olsun. Ondan sonra indi kənd yerlərində olanlarda alma zat həyətlərində olur. Almanı belə qabaqlarına töksüz ki, qoy dimdələnsinlər, o da çox yerlərdə alma çox olur. Yəni vitaminli yemlər verirsiniz. Kökdür, çuğundurdur. İndi bir çox insanlar həyətlərinə əkirlər də. Onu misal üçün sürkəşdən keçirdiniz, qabaqlarına belə töksüz ki, qoy yesin, biraz soğan doğrayırsınız, yəni vitaminli yemlər verirsiniz. Həmçinin də əziz izləyicilər onlara kələm, həm kalsidir yaxşı, həm də vitamindir. Düzdür, çox vermək lazım deyil. Həftədə bir dəfə, 2 dəfə belə bir kələmi verirsiniz. Toyuqların qabağına qoysa özləri didirlər. Kələm. Bir də əziz izləyicilər, təbii ki, vitaminlər, çiktonikdir, supervit, intravitdir. Ayda bir dəfə bir həftə verə bilərsiniz. Yəni ayın əvvəlində bir 6 gün, 7 gün verirsiniz. O vitaminli suyu o da yaxşı xeyir edir. Yəni qış aylarında vermək lazımdır. Və yem də ki, təbii ki, çox olsa yaxşı olar. Yəni çox versəz, gündə bir toyuq 200 qram yem yeməlidir. Siz də əziz izləyicilər, misal üçün
10 dənə, 15 dənə, 20 dənə toyuqsa indi sayına baxır. Məsələn 10 dənə toyuqdursa 10 dənə toyuq 2 kilo yem verməlisiniz ki, qabaqlarında mədələri şey olsun. Xüsusən də yatana yaxın ki, onlar belə deyək də, o buğda zat yatanda mədələrində geç sinirlər, yəni səhərə kimi aclıq hiss eləməsinlər. Və əziz izləyicilər, bu vitaminlərdən zatdan da sonra balıqlar satırlar. Bir çox yerlərdə, o balıq satılan yerlərdə o taxta balıqlar olur. Kilosu 1 manat azada. Hətta onun biraz sroku keçmiş, yəni iylənmiş zat olanda onun toyuğa heç bir ziyanı yoxdur. Onu alıb 50 qəpikdən zatdan olur. Hətta kilkilər də olur ucuz. Alıb onu qəşəng suda qaynadısınız. Məsəl üçün 1-2 kilo balığı töksüz bir 10 litr suya qaynadısınız. Həm suyu çıxır, yağlı zatlı suyu. O suyu töksüz qabaqlarına içirlər. Balıq yağı zadıdır da, o çox xeyirdir. Toyuqları həm sağlam eləyir, həm də yaxşıdır. Pilusda şeyləri, o ətlərini də sümük zadı əzilir də, onu da buğda yarması, arpa yarması ilə qatıb verirsiniz. Məsələn bir 7 gün zat belə verə bilərsiniz. Çünki çox versəz ayda, bütün ayı o aldığınız yumurtalar balıq dadacaqdır. Yəni balıq iylənəcəkdir. Yeyəndə sanki balıq yeyirsiniz. Ona görə həftədə, yəni bu qış aylarında həftədə bir 7 gün zat versəz kifayət edir də. Yəni bir ayda 7 gün, bir həftə verdiniz kifayət edir. Yəni bax belə yemlər verirsiniz. Toyuqlar da özünüz görəcəksiniz ki, yaxşı yumurtlayırlar. Həm yeri isti olanda, həm içində işıq yanmalıdır. O xüsusi işıqlar olur, az yazan. Hətta qırmızı rəng eləyin ki, qoy aqressiya olmasın istəyəndə. Çünki işıq zad olanda bir də görürsünüz o ağ işıqlar toyuqlarda aqressiya yaradır. Bir-birinin tükünü yeyirlər, dalaşırlar, eləyirlər. Ona görə şey eləyib qırmızı işıqdan zatdan şey eləyib vura bilərsiniz. Da yəni taxa bilərsiniz ki, qoy onlar bir-birini vurmasınlar, döyməsinlər, şey eləməsinlər. Yəni bax o qırmızı işıq yaxşıdır. Və təbii ki, bəxt dediyim kimi sularında vitamin, yemlərində vitamin, balıq yeminə qatıb verirsiniz, sularında o balığın suyunu verirsiniz, pişirib və belə deyək də, yemlərini də ki, bəxt dediyim kimi almadan, çuğundurdan, kökdən, soğan zat belə doğrayıb, qabaqlarına töksüz həftədə bir dəfə zat belə, yəni bir dəfə məsələn bu həftə kələm veribsə, o bir həftə çuğundurdan, nə bilim, kökü sürkəşdən keçirdiyi buğda yarmasından zatdan qatıb, bax belə yemlər versə, bal qabaq zad olsa ondan da verirsiniz, qabaqlarını qoya bilərsiniz, özləri də didsin, ya sürkəşdən keçib yeminə qatıb. Yəni bax belə razna-brazna yemlər verirsiniz. Onda toyuqlarınız özünüz görəcəksiniz ki, necə qəşəng, yaxşı yumurtayır. Bax belə əziz izləyicilər, bugün də istədiyim bir balaca bu haqda danışıb məlumat verəm. Gördüyünüz kimi gündə-gündə gözəl, faydalı videolar gəlir. Sizdən də xahişim odur ki, kanalımıza abunə olun, kim abunə deyilsə və like qoyun. Like qoyun ki, qoy videolarımız inkişaf eləsin. Mən də çalışım həvəslə belə sizin üçün gözəl-gözəl videolar çəkim, paylaşım. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Yenə də kanalımıza abunə olmağı, videolarımıza da like qoymağı unutmayın. Mən də çalışacağam ki, hər gün bir videoyla sizin görüşünüzə gəlim. Sağ olun əziz izləyicilər, salamat qalın.